Bu videonun qabağına oturana qədər hoqqa verdim bildiyin. Yəni nətər qoyum, nətər durum, belə normal görsənirəm. 3 saat üzümü qurdalayıram, telefonu tərpədirəm. Nə danışacağam, hardan başlayacağam, hansı mövzunu deyəcəm, birinci nəyi eləməliyəm deyə. Saat 9-a qalır, səhər-səhərdir hal-hazırda. Neçə gündür video çəkmə ehtiyacı hiss eləyirdim zaten. Dedim ki, çəkim də indi. Basım çəkim. Məni hal-hazırda narahat edən şey nədir? Prosta danışmaq üçün açmışam. Yəni bir şey kimi, bir digital bir günlük kimi. Kim izlədi, izləmədi, ucu artıq orasını fikirləşmək istəmirəm. Yetər artıq. Artıq yetər. Fikirləşməkdən onsuz da beynim partladı da. Ya o qədər zehnimdəyəm ki, o qədər buradayam ki, neçə vaxtı qəlbimə düşə bilmirəm. Çox çətinliklə düşürəm. Normalda mən qəlbimlə, hisslərimlə yaşayan bir insanam, amma indi də eləyəm, hal-hazırda da eləyəm. Onsuz da qəlbimlə yaşayan bir insan olduğum üçün zehnimə durmadan çıxıram. Ancaq düşüncələr var. Beynimin ortasında yumru belə şey var, belə qarışıq, saqqız kimi bir şey var və o yeyir məni. Durmadan. Orada bir qırğın var, dava var. 2 nəfər, 3 nəfər orada dalaşır veçini. O onu söyür, bu bunu söyür, o onu söyür, bu bunu söyür, o onu cırmaq istəyir. Cırmaq istəyir, yox, cırışmadı. Mən də prosto belə, mən girirəm, ayırıram hərdən, şey eləyirəm. Bu səfər məcum olurlar, mən cırırlar. Mən dedim ki, mən sizdən bacara bilmərəm, yəni. Çünki 2-3 gündür mən başımın ağrısından ölürəm, yəni. Mən normalda illərlə miqreni olan bir insan olmuşam, migrenlə yaşayan bir insan olmuşam. Miqreni olan insanlar mən nə dediyimi anlayar. Amma mən bunu sağaltdım. Kim deyirsə ki, migrenin müalicəsi yoxdur, yalandır. Elə bir şey yoxdur. Mən kör idim, mənim gözüm görmürdü, mən onu da sağaltdım. Mən özüm sağaltmışam bunları, yəni həkimsiz, filansız. Həkimə getmişdim, həkim mənə dedi ki, sən görmə dərəcən əməliyyat olsan belə 60%-dən o tərəfi görə bilməyəcəksən. Əməliyyat olsan belə, açqı da taxsan belə, yəni açqı taxanda necə görürsənsə, əməliyyat olandan sonra da elə görəsən, yəni. Elə deyirdi mənə həkim. Şahidlərim də var, yəni. Və mən hal-hazırda yetərincə mükəmməl şəkildə görürəm, yəni. Görməyim lazım olan hər şeyi görürəm. Bunları mən özümlə danışaraq, özümə sevgi verərək, dua eləyərək eləmişəm. İndi deyə bilərsiniz ki, indi də düzəltdə özünü. Mən insanım. Başa düşürsən, insanım. Və mən də bəzən özümü yaxşı hiss eləməyə bilirəm. Mükəmməl deyiləm. Hər şeyi eyni anda həll eləmək məcburiyyətində deyiləm. Mən mükəmməlliyətçi bir insan olaraq hər şeyi %100 səviyyədə perfect eləyən bir insan olaraq ki, onsuz da eləmirəm, amma mənim beynimdə elə bir şey var da, yəni o nöqtə, o mükəmməlliyətçilik nöqtəsinə, o təsdiq nöqtəsi var ki, o oradan keçməlidir, o filtrdən keçməsə qəti şəkildə başarılı deyilsən də. O da təbii ki, nədən gəlir? Uşaqlıqda gəlir. Qarnımın səsini eşidənlər, like. Hə. Neysə, iki daşın arasında nələr danışdım. Beynimdən çıxan şeylər görürsünüz də yəqin ki. İşləmək istəyirəm öz-özümə. İşləmək istəyirəm. İşləmək istəyirəm deyəndə zaten işləyirəm. Prosto yəni öz yaradıcılığımı göstərmək istəyirəm, şey eləmək istəyirəm də. Hər şey hazırdır. Qoymuşam, fırçalar da qoymuşam, yağlı boyan da qoymuşam. Stolu hazırlamışam, yer filan açmışam, baxışırıq indi. Əsas məsələ işləməkdir. Beynimdə bir dənə şey tutmuşam ki, o perfectə gəlib çatmalıyam da. Birdən olmasa, birdən fırçanı əlimə aldım, yaxşı alınmadı. Siz belə dirənirəm də belə. Bir də baxıram ki, bu şeylər düşünə-düşünə, oturmuşam belə qalmışam. Sıxmaqdan özümü. O düşüncələrə, o qədər beynimdə, o qədər bilincimdə o düşüncələrlə savaş verirəm ki, orada fiziki şəkildə belə özümü sıxıram və qatılaşmışam, başa düşürsən, rahat şəkildə, relaks şəkildə buraxa bilmirəm özümü.
Və nə etməyə başlayıram artıq? Götürürəm, çalışıram ki, ən sadə bir şəkildə nə olsun? Mükəmməliyyətçiliyin başını buraxmağın ilk başlarda tək yolu budur. Ağzıva gələni eləmək. Eynən mənim elədiyim kimi. Aldım bir dənə kətanı, tulladım ora. Kraskanı da götürdüm. Bir dəqiqə düşürəm. 5 dəqiqə vaxtım var. 5 dəqiqəyə nə elədim? Limit qoymuşam özümə. Məsələn, yarım saat vaxtım var. Yarım saat ərzində ən primitiv bir şəkildə nə edə bilərsən? Elə bil ki, qabağa bir dənə uşaq qoymusan. 5 yaşında ya da ki 6 yaşında bir dənə uşaqdır. O uşağı rəsm çəkməyə öyrədirsən. Deyirsən ki, nə bilim, gəl şey eləyək. Ağzımıza gələni eləyək. Balaca 5 yaşında, 6 yaşında uşaq heç bilmir də nə edir. Yalandan götürür, belə. Orada düşünmür, bundan sonra nə olacaq, 5 dəqiqə sonra başıma nə gələcək, falan kəs mənə nə deyəcək, oradan mənə deyəcək, evdəkilər mənə nə deyəcək, işdəkilər mənə nə deyəcək, çoldakilər mənə nə deyəcək, YouTube'dakilər mənə nə deyəcək, falan kəslər mənə nə deyəcək. Çöldəkini fikirləşmir də, yəni ancaq həmin an orada olmağı düşünür və onu götürür, eləyir, yəni bir dəqiqə. Düşün ki, elə bil həmin o uşaqla şəkil çəkirsən də, yəni onu qoymuşsan qabağa. Heç kim görməyəcək bunu. Bu şəkili 5 dəqiqə sonra cırıb tullayarsan, belə düşün. Və o şəkildə götür belə. Bunu sənə dedikcə özümə də deyirəm eyni zamanda. Və səhər durandan bəri o qədər beynimdə düşüncələr var. Bax, otururam, deyirəm ki, fisioda axşam şeylər eləyəcəm. Səhər onsuz hamısı hazırdır, filandır, feş məkandır. Götürəcəm, eləyəcəm. Səhər dururam, yarım saat belə baxıram. O nətər eləyim, dur, davay, dur, eləyəsən, dur, indi eləyəsən, bu dəqiqə eləyəsən, indi eləyəsən, bu dəqiqə eləyəsən. Bu şəkildə savaş verməyin nə qədər çətin olduğunu yalnız məni anlayanlar bilə bilər. Və siz tək deyilsiniz. Bəzən bu videoları çəkmə ehtiyacı hiss edirəm. Çünki özüm bu dövrlərdən keçəndə həqiqətən YouTube'da belə insanlar axtarırdım ki, indi də axtarıram ki, mənim kimi bir insan çıxsın və desin ki, Fəxriyə, həqiqətən səni başa düşürəm, tək deyilsən də, yəni sən yaşadığın şeyləri mən də yaşayıram. Əminəm ki, mənim yaşadığım şeyləri mənim kimi yaşayan insanlar da var və həqiqətən bu video sırf həm özüm üçün, həm də ki, onların izləməsi üçün çəkirəm. İnanıram ki, bu insanlar var. Vecimə deyil mənim ki, nə qədər insan izləsin. Yəni, insanam və istər-istəməz həqiqətən mən də gözləntim var. Mən də gözləyirəm ki, mənim videom izlənsin. Buradan belə bir şeylər gözləyirəm, başa düşürsən. O bəyənilmə istəyi, o sevilmək, o içdə dərinlərdə o sevilməyən, dəyər görməyən o uşaqlar var, hamımızın içində var. Hamımızın, hər bir yaşayan varlığın, hər bir yaşayan insan içində o sevilməyən, o dəyər görməyən bir dənə uşaq var. İstəyir ailəsi tərəfindən, istəyir toplum tərəfindən, istəyir ətrafındakılar tərəfindən. O uşaqlar sevgi görmək istəyir və bu çox normal bir şeydir, başa düşürsən. Dünyanın ən normal bir şeydir. Və ona görə də çox anlaşılan bir şeydir bu şəkildə təsdiq almaq ehtiyacı, görülmə istəyi, bir şeyləri mükəmməl eləməyə çalışmaq istəyi. Çünki düşünürsən ki, mükəmməl olmasa heç kim bəyənməyəcəyim, yaxşı olmasa heç kimə göstərə bilməyəcəm. Beynimdə ancaq satış yönümlü bir şeylər var, başa düşürsən. Yəni bu ekonomiyanın da, yaşadığımız ölkənin, yaşadığımız sistemin də verdiyi təsirlər var. Yəni hər şey bizdə bitmiyor arkadaşlar. Hər şeyi biz həll eləmək məcburiyyətində deyilik. Mən otururam, fikirləşirəm ki, onu da mənə... Çünki bu hamısı sən mükəmməl olmağa çalışmağın nəticəsidir. Mükəmməl olmağa çalışma. Burax yəni. Ola bilməzsən, mükəmməl ola bilməyəsən. Nə edirsən elə. Dünyanın ən varlı insanı olursansa ol. Dünyanın ən möhtəşəm geyimini geyinsən belə. Dünyanın ən möhtəşəm hisslərini keçirsən belə. Dünyanın ən nirvanaya çatsan belə, o qurular var, meditasiya edirlər, otururlar belə saatlarına, onlar elə düşünürlər ki, onlar möhtəşəmdirlər, onlar olmur, o da olmur, başa düşürsən, mükəmməl olmağa çalışdıqca belə olmayacaqsan, o düşüncələri beynindən atmağa çalışdıqca belə yenə də daha betər qayıdacaqlar sənə, olmayacaqsan, sən nə vaxt olacaqsan, mükəmməl olmadığını qəbullandığın an mükəmməlsən. Mükəmməl olmadığını qəbullandığın an mükəmməlsən. That's it. Qüsurlarını qəbul elədiyin an mükəmməlsən. Onların fərqində olduğun an mükəmməlsən. Busan. Hal-hazırda buradasan, nəfəs alırsan, bu versiya ilə, bu üzlə.
Saçıma axşamdan maska qoymuşam və səhərə kimi də belə saxlamışam. Məsələn, gedib çinməliyəm. Bu mənim beynimin bir küncündə məni yeyir. Hal-hazırda saçım pis gündədir, üzüm pis gündədir, gözlərin şişdir, təzə durmusan yuxudan, heç tripodun da yoxdur, səsin də düzəməlli çıxmır videoda. Oturmusan burada, cəmaata video çəkirsən, hə? Kimdir sən qulaq asan? Sən kimisə vecinəsən ki, sən qulaq assınlar da. Bu səslər mənim beynimdə gedir hal-hazırda, dosilər. Mən bunun fərqindəyəm. Amma bununla oturub savaşmaq yerinə ki, səhər bu videonu çəkənə qədər elədiyim tək şey bundan savaşmaq idi. Hal-hazırda indi bu videonu çəkirəm. Buradayam. Bu qüsurlarımla, bu mükəmməl olmayan tələrimlə belə mükəmmələm. Özümü bu şəkildə də sevirəm. Bu şəkildə də qəbul edə bilərəm özümü. İndi bunu eləyəcəm. Sonra da gedəcəm, şəklimi çəkəcəm. Həqiqətən bunu eləmək istəyirəm, başa düşürsən. Yəni, bu səviyyəyə gəlmək, bu savaşların içində, o savaşın içində, o savaşmadan sadəcə qəbullanmaq ki, okey, hal-hazırda savaşdayım, tamam. Hal-hazırda savaşıram. Tamam, burax. Budur. Bunu demək, hal-hazırda bunu dedikcə belə tüklərim biz olur. Çox çətindir, bilirəm. Asan deyil. Başa düşürəm və anlayıram. Kiçik bir şeylərdən başlaya bilərsən. Çox kiçik, çox mini. Başa düşürsən, ən yuxarını yox, ən mini, ən balacanı. 5 dəqiqə. Limit qoy özünə. 5 dəqiqəlik limit qoy. 5 dəqiqə ərzində nə edə bilərsən? Bunu şey olaraq düşünmə ki, məsələn, hər şeyi gətirim yanıma qoyum, kətana gedim alım, şey eləyim filan. Ondan sonra 5 dəqiqə yox. Ondan sonra 5 dəqiqə yox. İndinin 5 dəqiqəsini fikirləşəcəksən, indinin. İndi 5 dəqiqə ərzində nə elədin, elədin. Tutaq ki, mən məsələn rəssamlıqla, yaradıcılıqla məşğulam deyə, məsələn, oradan misal göstərirəm, sən bunu eləyə bilərsən. Məsələn, mən yenə də özümdən misal göstərəcəm. Kətanda bir şəkil çəkmək istəyirəm də, məsələn, özüm üçün yaradıcılıqla məşğul olmaq istəyirəm. Heç nəyim yoxdur, kətanam da yoxdur, kraskam da yoxdur, fırçam da yoxdur, misal üçün deyirəm də. Amma belə bir həvəsə gəlmişəm. Belə bir videonu açmışam, bir qız mənə deyir ki, 5 dəqiqə elə. 5 dəqiqə ərzində nə edə bilərsən? Pinterest, heç bir ideyan yoxdur. Gir Pinterestdə, 5 dəqiqə vaxtın var. İlk başda, ilk addımımız budur. Pinterestə girirsən, bəyəndiyin və xoşuna gələn zövqündə olduğun işləri götürüb bir dənə papqaya yığırsan. 5 dəqiqən bitdi, vəsə. Bugün elədin. Bugün ideyan üçün bir addım attın, dostum. O addımı attın. Bu addım möhtəşəm, böyük, lüks bir addım almasa da olar. Danışa da bilmədim. Attın da o Pinterest'e girdin, attın o addımı. Vəsə, okey. Əlasan, zorsan, həqiqətən zorsan. O bizə nə qədər təqdirə layiq bir şeydir. Həqiqətən deyirəm amma, çox təqdirə layiq bir şeydir, yəni. 5 dəqiqə bunu elədin və bugün sən elədiyin bir şey oldu. Ya da ki, to-do list tuta bilərsən, o dəftərdə tik atmaq üçün bir şeyin olsun da, başa düşdün. Zibil atmalısan neçə gündür, ata bilmirsən, o zibili atacam, götür at. 5 dəqiqə vaxtım var. Özünə 5 dəqiqə limit qoy. O 5 dəqiqə ərzində nə elədin. Ondan sonra düşüncələr sən o qədər yeyəcək ki, eləyə bilməyəcəksən. Hər gün eyni şey baş verəcək. Sadəcə onu eləyə bilərsən. Götür Pinterest, davay sabah nə eləyəcəksən. Sonraki addım nədir? Şəkil götürdün, bəyəndiyin işləri, tamam, fırça almalısan, kraska almalısan, nə bilim, tuval almalısan, xost almalısan, Azərbaycan dilində deyəmədim, kətan almalısan, okey? Okey, onun hamısına yetəcək qədər pulum yoxdur da. Hamısını da birdən istəyirəm amma. 5 dəqiqəlik bir vaxt qoyursan özünə, nə edə bilərsən? İlk addımın Pinterestdən bir şey götürməkdirsə, tamam, fırça al bugün də. 2 dənə fırça almağa pulun yetə bilər məncə. Məncə yetər. 2 dənə fırça ala bilərsən. Hamısını almaq əvəzinə birdən-birə, burada da birdən-birə eləmirik, orada da bir addım atırıq.
2 dənə fırça al özünə bugün. Tamam. Bugün də özümə fırça aldım. Yes, artıq bir addım atmışam, başa düşürsən? Yəni Pinterestdə papkam var və şəkil çəkməyim üçün artıq 2 dənə fırçam var. Okay. Sonra yenə o beyindəki düşüncələrinə savaşa bilərsən. Yenə savaşma demirəm. Amma özün üçün bir addım başa düşürsən, bu özün üçün bir dəyər verirsən özünə. Özünə bir dəyər verirsən. Addım olur arkadaşlar. Həqiqətən addım olur. Növbəti dəfə gedəcəksən, o 5 dəqiqə ərzində kətan alacaqsan. Oturub kətanın qiymətlərinə baxırdım. 10 manat, 15 manat. Mənim bu dəqiqə onun nə qədər pulum var. Getdim kətanın qiymətlərinə baxdım. 4 manata da kətan var arkadaşlar. 4 manata. 3 manata da kətan var. 3 manata. 2 manatı da var həqiqətən. Bu qədər komplike bir şey deyil yəni. Nə bilim. Prosta bunlar danışmaq istədim və indi bu videonu çəkəcəm. YouTube'a qoyacağım və sonra da gedəcəm, işimi işləyəcəm. Bu qədər. Bu videomu prosta çəkməyə ehtiyacı hiss elədim. Bəlkə kimlərəsə görər və kömək olar deyə. Qarnım da guruldayır, sağ olun.